Dünyada internetin sürətini ölçən məşhur Speed Test xidməti 2025-ci ilin aprel ayı üçün internetin sürətinə görə ölkələrin siyahısını açıqlayıb. Yenavaz.com xəbər verir ki, açıqlanan siyahıya əsasən mobil internetin sürətinə görə Azərbaycan 74 megabit sürətlə 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Sabit geniş zolaqlı internetin sürətinə görə isə Azərbaycan 77 megabit sürətlə 155 ölkə arasında 86-cı yerdə olub. Keçmiş SSR və region ölkələrində sabit geniş zolaqlı internetin sürəti 155 ölkə arasında belə olub. Keçmiş SSR və region ölkələrində mobil internetin sürəti 104 ölkə arasında belə olub. Məlumat üçün bildirək ki, dünyada ən sürətli mobil internet Qətərdə, sabit geniş zolaqlı internet isə Sinqapurda qeydə alınıb. Bu ölkələrdə internetin orta sürəti müvafiq olaraq 521,5 megabit və 368,5 megabit olub. Ən zəif mobil internet Boliviyada, ən zəif sabit geniş zolaqlı internet isə Suriyada qeydə alınıb.